Dərs 8. Friendship is above limitations. Dostluq məhdudiyyətlərin üzərindədir. Əvvəlcə oxuyub tələffüz eləyirəm, düzgün tələffüz. Sonra tərcümə eləyirik, daha sonra sual-cavab. Once there was a giraffe who was all alone in the forest. It wanted to be friends with other animals. The giraffe went to a monkey and asked, "Will you be my friend?" The monkey was very proud. It said, "You are too tall to swing on trees like me. I can't be your friend." Then the giraffe went to a frog and asked, "Will you be my friend?" The frog was very arrogant. It said, "You cannot hop like me, so we cannot be friends." The giraffe then said, "To be friends, we just need love and care for each other so that we can help each other whenever the time comes. Friendship doesn't require any ability or false pride." The frog and the monkey realized their mistake. Then all three became best friends. Friendship requires only love and care. Tərcümə edirik. Once əvvəllər there was a giraffe, bir zürafə var idi. Who, kim ki was all alone, tamamilə yalnız idi. In the forest, meşədə. It wanted to be friends. It, o, cansızlara və heyvanlara o deyəndə it deyirik. Wanted to be friends, dost olmaq istərdi. With other animals, başqa heyvanlar ilə. The giraffe went to a monkey. Zürafə went to a monkey, meymunun yanına gedir. And asked və soruşur. Will you be my friend? Mənim dostum ola bilərsən. The monkey was very proud. Meymun çox təkəbbürlü, qürurludur. It said, o dedi, "You are too tall to swing on trees like me." Sən too tall, olduqca hündürsən, to swing, yellənməyə, on trees, ağaclarda, like me, mənim kimi. I cannot be your friend. I cannot be, ola bilmərəm, your friend, sənin dostun. Then, sonra, giraffe went to a frog. Zürafə qurbağanın yanına gedir. And asked və soruşur. Will you be my friend? Dostum ola bilərsən? The frog asked very arrogant. Qurbağa təkəbbürlə deyir. It said, was very arrogant. Çox təkəbbürlü idi. It said, o deyir, "You cannot hop like me." Sən mənim kimi hoppana bilmərsən. So, belə ki, we cannot be friend. Biz dost ola bilmərik. The giraffe then said, zürafə sonra deyir, to be friends, dost olmaq, to be olmaq deməkdir. We just need love. We, bizə, just sadəcə need, lazımdır, love, sevgi, and care və diqqət, qayğı. For each other, bir-birimizə. Deməli, dost olmaq üçün bizim bir-birimizə sevgimiz və diqqətimiz lazımdır. Cümlə belə çıxır. So that, belə ki, we can help, biz kömək edə bilərik each other, bir-birimizə. Whenever, nə vaxtsa, the time comes, yəni nə vaxt olur olsun, zamanı gələndə biz bir-birimizə kömək eləməliyik. The time comes, zamanı gələndə. Friendship doesn't require any ability. Friendship, dostluq, doesn't require, tələb etmir. Require, tələb etmək deməkdir. Doesn't require, tələb etmir. Any ability, any, hər hansı bir ability, qabiliyyəti. Or və yaxud da false pride, yalancı qüruru. Pride, qürur, false, yalan. The frog and monkey realized their mistake. Qurbağa və meymun realize, anladılar, dərk etdilər. Their, onların mistake, səhvini. Then, sonra, all three, bütün, yəni bu üçlük, became best friend, ən yaxşı dost oldular. Sualımız, there was a giraffe, zürafə var idi, all alone, tamamilə yalnız idi, all alone in the forest, meşədə tamamilə yalnız idi, wanted to be friends, dost olmaq istəyir, help each other, bir-birinə kömək edir. Whenever time comes, nə vaxt olur olsun zaman gələndə. You cannot hop like me, mənim kimi hoppana bilmirsən. You cannot swing like me, mənim kimi yellənə bilmirsən. We need love and care, bizim sevgi və qayğıya ehtiyacımız var.
We can help each other. Biz bir-birimizə kömək edə bilərik. A friendly advice. A rich but lazy farmer neglected his fields and animals. He suffered heavy losses and felt very sick. One day, his friend said that if he saw a magical white swan in the nearby river at dawn, he would lead a happy and prosperous life. Early the next dawn, the farmer went to the river but couldn't see the swan. He did see a man stealing his wheat and one of the servants stealing milk. The mystical white swan inspired the farmer to wake up early. The theft stopped. He prospered again and became healthy. When his friend came again, the farmer said he hadn't seen the white swan. The friend said the white swan was honest work, while prosperity and happiness smile on those who work hard. Fortune favor those who work hard. Tərcümə edirik. Once, bir dəfə və yaxud əvvəllər, a rich but lazy farmer, rich zəngin amma tənbəl fermer, neglected his fields and animals. Tarlasını və heyvanları neglected, yəni umursamırdı. Diqqət göstərmirdi. He suffered heavy losses. He suffered, o əziyyət çəkirdi. Heavy, yəni çox losses itkilərdən, ağır itkilərdən deyək. And feel very sick və çox xəstə hiss edirdi. Sick, xəstə, feel, hiss etmək. One day, bir gün, his friend said that, onun dostu deyir ki, zət ki deməkdir. If he saw a magical, if əgər he, o, saw, görsə a magical, sehirli, white, ağ swan, quşu in the nearby river, nearby yaxınlığında deməkdir, river çayın yaxınlığında, at dawn, sübh vaxtı, he would lead a happy and prosperous life. Bu onu xoşbəxt və çiçəklənən bir həyata aparacaqdı. Lead aparmaq, rəhbərlik etmək, prosperous çiçəklənən, life həyat. Early the next dawn, növbəti gün səhər, the farmer went to the river, fermer çaya gedir, but couldn't see the swan, ama quşlarını görmür. He did see a man, o bir adam gördü, stealing his wheat, wheat buğda, steal oğurlamaq, buğdasını oğurlayan, and one of the servants, servant xidmətçi deməkdir, one of the servant xidmətçilərdən biri, stealing milk, südü oğurluyor. The mystical white swan, sehirli ağ quşu, inspired the farmer, inspire ruhlandırmaq, fermeri ruhlandırır, to wake up early, erkəndən dursun. The theft stopped, oğrular dayandı. He prospered again, o yenidən inkişaf etdi, çiçəkləndi, inkişaf etmək mənasındadır, prospered, and became healthy və sağlam oldu. When his friend came again, onun dostları yenidən gələndə, came again, yenidən gələndə, when də anda əndə deməkdir. When his friends came again, onun dostları yenidən gələndə, the farmer said he had not seen the white swan. Fermer deyir ki, he hadn't seen, o görməyib ağ quşunu. The friend said, dostu deyir, the white swan was honest work. Ağ quşu, honest, vicdanla, work, görülən işdir. While prosperity and happiness smile on those, prosperity, yəni inkişaf, çiçəklənmə, and happiness və xoşbəxtlik, smile, gülümsəyir on those, o şəxslərə ki, who work hard, kimlər ki, çox işləyirlər. Fortune favor those who work hard. Yəni, gəlir qazananlar o şəxslərdir ki, hansı ki, çox işləyirlər. Sualcağımızı eləyək. Rich, zəngin, lazy, tənbəl, neglect his fields and animals, heyvanlarına və tarlasına diqqət göstərmirdi. He suffered, o əziyyət çəkirdi. He suffered sickness, o xəstəlikdən əziyyət çəkirdi. He felt very sick, o çox xəstə hiss edirdi. Sonra, his friend said that, dostu deyir ki, next down, növbəti sübh, went to the river, çaya geyir, nearby the river, çayın yaxınlığında, I couldn't see,
mən görə bilmədim. Stealing his wheat, buğdalarını oğurlamaq. One of the servants, xidmətçilərdən biri. White swan, ağ quşu. Honest work, vicdanlı görülən iş, vicdanlı iş. Prosper and happy, çiçəklənən, inkişaf edən və xoşbəxt. Prosperous life, inkişaf edən həyat, çiçəklənən həyat. Work hard, çox işləmək. Inspired the farmer, fermeri ruhlandırır. Wake up early, erkəndən durmaq. Wake up early down, sübh erkəndən durmaq. Became healthy, sağlam olmaq. Feel good, xoşbəxt hiss etmək. Sonra belə.